Çerşembe akşamı duası. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Alemlerin Rabbi Allah'a kerem ve celaline yaraşır şekilde hamdolsun. O ki kudretiyle bütün varlığı yaratmıştır. Onun izzeti başka Rab ve şerikler kabul etmez. Diller hudu, sesler de huşu içinde hamd ederek hep onu zikreder. Mehabetin karşısında üzler hep yerdedir. Allah'ım, gönüllerden geçen sırları, kalplerdeki zelil duyguları, gözlerdeki hain bakışları, sadırlardaki gizlilikleri yalnız sen bilirsen. Beni de her türlü tasadan sen koruyabilersen. Çünkü mahzun gönüllerin imdadına bir tek sen yetişirsen. Mənə toxunacaq zərərləri bərtaraf edəcək də sənsən. Zira həm elmin, həm də rəhmətinlə hər şeyi kuşatan sadəcə sənsən. Rəhmətinə dəhalət edirəm. Ey Nəbisi Əfəndimiz Hazreti Muhammedi səlatu səlamlarla zikr edən Ərhamür Rahimin.